fəsadları, xeyri bunu qoyuram bir kənara, konkret Qurban Qurbanov olaraq sizin səlahiyyətləriniz çərçivəsində olsaydı, hazırki dönəmdə Azərbaycan futbolunda legioner limitini ləğv edərdinizmi? Ümumən belə bəlkə biraz hələ tezdir bu haqda fikir bildirmək, çünki hələ birinci sezondur limitin ləğv olunması. Mənə məsələn bir tərəfdən bir məşqçi kimi mənim üçün asandır işləmək. Yəni, bugün məsələn özünüz bilirsiniz ki 2 dəfə səhv etmirəmsə biz adicə oyuncu dəyişikliyində limitdə biraz texniki məğlubiyyətə uğramışıq belə. İstərsiniz biraz o tərəfdən biraz öz fikrini daha da konsentrasiyonu daha da oyun içində olur. Bu bir tərəfdir. Digər tərəfdən mən həmişə bəzən biraz vaxt götürməyi həmişə özümə məsləhət görmüşəm ki, bir şey haqqında fikir bildirməyə tələsməmək. Bugün dediyim kimi hələ ilk sezondur. Qaldı ki, mənim məsələn fikrimə, mən elə burada elə bir gizlədiləcək bir şey də yoxdur. Sadəcə icra komitəsində hamı öz fikrini bildirirdi və hələ öz nəyə görə bunu belə etmək istədiklərini bildirirdi. Hansı fikrə baxsan belə, baxacaqsan ki, bunun da fikri düzdür, bunun da açılması düzdür, bunun da açılması düzdür və mən məsələn öz fikrimə bildirdim ki, limitin qalması daha faydalı olar. Yəni, bugün də mən onun məsələn, bəlkə mənim üçün yenə deyirəm, klub olaraq biraz işləməkdə biraz çəkirəm belə, amma ümumi Azərbaycan futbolunu düşünsək, bugün hətta 4 yox, 3 olmasını, 3 olmasa 2 olmasını belə də məsələn təklif də elədim, fikrimi də bildirdim, amma hər bir insanın fikrinə mən bilmişsiniz ki, hörmətlə yanaşıram.